Herkese selam, kanalıma hoş gelmişsiniz. Bu videoda size yeni evimi göstereceğim ve yeni güncelleme hakkında sizinle müzakere edeceğim bu yeni güncellemeyi. İlk önce gelin size evimi göstereyim, yani evimizi göstereyim daha doğrusu. Ondan sonra ise yeni güncelleme hakkında biraz danışalım. Ben de ikinci mertebedeyim, ona göre gelin ikinci mertebeden birinci size göstereyim her şeyi. Bu biraz pis ama bunu düzelteceğim ve hele de başka bir şeyler alacağım ve buraya koyacağım. Bura benim balkonumdur ve burası benim böyle balaca otağımdır. Balaca olmaqına baxmayaraq benim böyle balaca otaqlardan xoşum gəlir. Ona görə buranı özümə götürdüm. Bura bizim liftimizdir. Bura benim bacımın otağıdır. Yəqin bacımı tanırsınız. Salam. Yəni onun adı Məridir. Neyse bəsdir. İndi burada bacımın otağıdır. Mən belə böyük otağı sevmirəm. Sevirəm amma yəni elə böyük otağı bacım götürdü deyə mən də özüm balaca otağı götürdüm. Bura bizim gördüğünüz kimi hamamımızdır. Ve bura isə anamın atamın otağıdır. Bu arada mənim anamdır. Salam. Burası bizim birinci mertebemizde. Gördüğünüz gibi böyle bir giriş. Məktublarımız dolu. Bunlara sonra baxarıq. Qapını açdıq və belə bir gözəl giriş var. Mənim xoşuma gəldi. Əgər sizin xoşunuza gəldisə, yorumlara yazmağı unutmayın. Sonra bura bizim belə bir kuxnamızdır. Belə balaca və gözəl bir kuxna. Ondan sonra isə belə bir balkonumuz var. Hansı ki boş vaxtlarımızda burada belə dincələ bilərik. Həm də bu balkon bizim həyatımıza açır qapını. Sonra isə belə bir qonaq otağı deyək, amma belə bir hissədir qonaq otağı. Buranı bəlkə biraz daha gözəlləşdirə bilərəm. Bura isə bizim belə bir şəkil qalereyası olan yerdir. Burada bizim belə bir şəkillərimiz var məzuniyyətdən. Ondan sonra isə bura bizim həyətimizdir. Və həyətimizdə burası aşağı olan tərəf idman tərəfidir. Yuxarısı isə piknik, dincəlmə, kebab pişirmə yəni olan üçün yerdir. Belə bir ev turu oldu. İndi isə gəlin yeni güncəlləmə haqqında danışaq biraz. Güncəlləmədə 3 dənə yeni kravat gəlib. Şkaflardan isə 4 dənə kravat gəlib. Sonra isə belə bir xalçalar gəlib. Elektrik əşyalardan isə bunlar gəliblər. Ən bəyəndiyim burada elektrik əşyalar oldu. Çünki məncə maraqlıdır. Ən maraqlıdırsa bu canlı yayın üçün olan bir şey xoşuma gəldi. Əslində mənim çox xoşuma gəldi bu güncəlləmə. Gələn güncəlləməni çox gözləyirəm. Və bəlkə də belə maraqlı vloqlarımız gələ bilər. Hər kəsə sağ olun, görüşərik.